Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev mərkəzi ilə yaxından tanış oldular. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov qonaqlara mərkəz haqqında ətraflı məlumat verdi. Diqqətə çatdırıldı ki, 3 mərtəbə və mansarddan ibarət olan binanın ümumi sahəsi 5000 kvadrat metrdir. Mərkəzdə Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının ictimaiyyəti nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar da böyük maraq doğurur. Qeyd olundu ki, Heydər Əliyev mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Mərkəzdə kompüter və digər ən-müasir avadanlıqla təchiz olunan xidmətli otaqlar var. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, Xalçaçılıq Dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və fotostudiyaları, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərir. Heydər Əliyev mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də həyata keçirilir. Bina ilə tanışlıqdan sonra tədbir iştirakçıları mərkəzin qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb ruhuna öz ehtiramlarını bildirdilər. Görüşdə vətəndaşların imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə bərpa müalicəsi, xidməti və reabilitasiya vasitələri ilə təmin edilməsi, məşğulluq, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, özünə məşğulluq proqramına cəlb olunması, sosial sığorta münasibətləri və s. məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Nazirliyin aidiyyatı struktur bölmələrinin rəhbər vəzifəli şəxslərin iştirakı ilə bütün müraciətlər araşdırılaraq cavablandırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyə uyğun izahatlar verilib. Səlim Müslimov 2016-cı ildə Nazirliyin məşğulluq orqanları tərəfindən əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56631 nəfər münasib işlə təmin olunduğunu qeyd edib. Onlardan 3805 nəfəri Sumqayıt şəhərinin Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri olub. Habelə bu 4 rayon üzrə keçən il 144 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Hazırda cənab Prezidentin 7 aprel 2006-cı il tarixli sərəncamına əsasən aztəminatlı ailələrin özünə məşğulluğuna şərait yaradılması üçün belə ailələrə dəstək qismində lazımi aktivlər alınıb verilir. Bu məqsədlə son günlərdə artıq 79 ailəyə öz fərdi təsərrüfatlarını, bizneslərini yaratmaq üçün mal və materiallar təqdim olunub. Qəbulda iştirak edən vətəndaşlar ölkədə sosial məsələlərin həlli və rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərə, eyni zamanda vətəndaşların məşğulluq imkanlarının artırılması yönündə həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər. Onlar həmçinin əmək və sosial müdafiə sahələrində xidmətlərin heç bir məmur vətəndaş təmasları mümkün olmadan elektron müstəvidə şəffaflaşdırılmasından razılıqlarını bildiriblər. Vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyatı qurumlara çatdırılmaq üçün qeydə alınıb. Bizə təqdim olunmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının imzası ilə siyahıda 1 yanvar 2014-cü il tarixə təkcə Sumqayıtda 134 nəfər bu kateqoriyadan olan mənzil növbəsində dayanan şəxslər var. Onlardan bu yaxın vaxtlarda 5 nəfəri artıq bu vəsait ayrılıb və xəzinədarlıqda Nazirliyin hesabındadır. 5 nəfərinə mənzillər təqdim olunacaq və növbəti vəsait ayrıldıqda siyahı üzrə bu proses davam etdiriləcək. Bu arada onlara məlumat verilir. Gülü Əli Quliyeva, Elbrus İsmailov, Dünya TV.